Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Merhaba insan-ı kamil, canımın cananesi. Alemin cismi sedeftir, sen misən dürdanəsi. Vəchini səb'ül məsani, oxuyan gündən bəri, gör ki nə divanə düşmüş, aşığın divanəsi. Ta səqahım şərbətindən içdi bu xəstə könül, seyri o ədnayı buldu, qaynadı xumxanəsi. Çün bizə məlum olubdur mə'ni-i ummul kitab, arifəm səm'imə sığmaz zahidin əfsanəsi. Axşamınız xeyirli olsun dəyərli izləyicilər, salamlayıram hər birinizi. Hadi TV televiziya kanalında yayımlanan Hidayət Çeşməsi verilişini canlı olaraq izləyirsiniz. Bildiyiniz kimi hər axşam sizlərin evlərinizin qonağı oluruq. Bu axşam da daha bir maraqlı mövzu ilə bir neçə müddət əvvəl başlamışdıq bu mövzunu. Mənim yadımda olan 3 veriliş bu mövzu haqqında danışmışıq dəyərli qonağımızla. Bu axşam da həmin o mövzunu davam etdirəcəyik və bu tamam bir fərqli mövzudur ki, o mövzu insanın paçlaşması haqqındadır. Yəni mənəvi paçlığın mərtəbələrindən danışırıq. Mənəvi paçlığa çatmaq üçün insan özünü paçlaması üçün hansı yollardan, hansı formada keçməlidir? Onları həm özümüz öyrənir, həm də müəyyən vaxt çərçivəsində sizlərə çatdırmağa çalışırıq. Siz də ekranda görünən WhatsApp nömrəsinə, həmçinin YouTube sosial şəbəkəsi üzərindən də mövzuya aid suallarınız olarsa, qaranlıq qalan nöqtələr olarsa yazıb göndərin. Biz də studiyamızın qonağı ilə sizlərin suallarınıza dəqiq və geniş formada cavab verək. Studiyamızın bu axşamki qonağı çoxlarınızın tanıdığı cənab doktor Ustad Ramiz Muhammeddir. Ustad, mən sizi salamlayıram, xoş gəlmisiniz. Əleykumussalam və rəhmətullah, təşəkkür edirəm. Ustad, belə bir sualla başlayaq ki, bu insanın paçlanmasının zərurəti nədir? Yəni, insan nə üçün paçlanmalıdır? Bu düzdür, insan Allah kamillik üçün insanı yaradıb, bu məlum. Sadəcə olaraq müəyyən mərhələlərdən keçib o məqama az da olsa çatmaq olar. Yəni, kamillik sırf bir mərtəbə deyil ki, bura çatsan tamam oldu. Bir atmosferdir, hərənin özünə uyğun paçlığı var, yəni o kamilliyi var. Amma sırf paçlanmaq nə zərurəti var, nə üçündür? Buyur. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Allahümme sallim və təmmim. Sizi və mən izləyiciləri salamlayıram və mənəvi paçlanmağın mərtəbələrindən, mərhələlərindən biz danışmışdıq. Yəqin ki, bu bir müddət keçdiyinə görə unudublar bəziləri. Amma biz deməli mənəvi paçlığın mərtəbələrindən danışanda biz qeyd elədik ki, insan dünyaya bağlılıqlarından gərək qırılsın, yəni qəlbini qırsın o dünyaya bağlılıqlarından və ondan sonra biz batini və zahiri paçlanmadan danışmışdıq. Deməli, o qalıbsa əgər saytda ona müraciət eləyə bilərlər. Amma bugün istəyirik yeni bir sirdən danışaq. Ümumiyyətlə, insanın deməli, paçlanmaq zərurəti hərə bir şeydə görür. Yəni bəzi baxır, hətta ibadət belə, Allaha olan ibadət, məsələn İmam Əli əleyhissalam bu ibadətin növlərini bölüb və bəziləri cənnət istəyir, behişt istəyir, bəziləri cəhənnəmin qorxusundan ibadət edirlər və bəziləri də Allahı layiq bilirlər. İmam Əli əleyhissalam buyurur ki, azad insanların ibadəti belədir. Yəni Allahı layiq bilirlər. Təbii ki, layiq bilməsi üçün də gərək deməli Allahı tanısınlar. Amma bəziləri, məsələn, onları da İmam Əli əleyhissalam belə deyək, pisləmir. Yəni onların ibadətinin qəbul olunmadığını xəbər verməyib. Yəni onların da ibadətləri ibadətdir və əcrləri də var. İstədiklərinə də inşallah çatarlar. Amma mənəvi paçlıqdan danışanda isə bəzi insanlar məsələn paçlanmağı istəyə bilərlər dualarının qəbul olunması üçün. Çünki bunlar eşidiblər ki,
Allah paçdır. Mütləq paç varlıqdır və Allahla rabitə qurmaq üçün gərək paç olmaq lazımdır. Ona görə də məsələn bəziləri Allahla rabitəni isə məsələn dualarının qəbul olması və yaxud dünyada ruzilərinə çatmaları və yaxud dünya rahatlığı tələb eləmək üçün təbii ki, bu da gözəldir. Yəni bunu İslam təlimləri pisləmirlər ki, buna görə dua eləmək olmaz, buna görə yəni Allaha müraciət eləmək olmaz. Belə bir şey yoxdur. Hətta bəzi rəvayətlərdə buyurulur ki, hətta ayaqqabılarınızın bağını da və yaxud da heyvanlarınızın otunu da, ələfini də Allahdan istəyin. Yəni çünki insan aciz varlıqdır da. Ona görə həmişə Allaha ehtiyacı var. Və hər şeydə biz Allahdan istəyə bilərik və bizə dini təlimlər bunu öyrədiblər. Amma gəlin də biz əksər insanların istədiyi şeydən danışaq. Yəni duaların qəbul olunma şərti. Bu çox oxuyublar bəlkə də kitablarda var. Amma biz daha dərindən istəyirik danışaq bunu. Məsələn, müəyyən vaxtlarda, müəyyən məkanlarda, müəyyən şərtlərlə, filan zikirləri deməklə, filan bunlarla dualar qəbul olunur. Və yaxud ruzi tələbində, məsələn, namazlardan sonra xüsusi zikirlər var. Məsələn, bunları deməklə ruziyə insan düşünür ki, çata bilər. Və bunlar hamısı təbii ki, bunlar şərtlər deyiləndə, bu zikirlərin sayları və vaxtları deyiləndə əsas məsələ çox vaxtı deyilmir. Biz həmin o əsas məsələdən danışmaq istəyirik. Ümumiyyətlə, belə deyək də, insan niyə görə paçlanmalıdır? Çünki siz əvvəldə də dediniz, insan kamal tələb varlıqdır. Yəni, hər bir varlıq belədir. İnsan da şuurlu olaraq, ixtiyarlı olaraq kamalını tələb eləyir. Ümumiyyətlə, bir dənə bəhs var, fəlsəfədə belə bir bəhs var, fəlsəfi bəhsdir. Ölümdən sonra mənəvi təkamül var, yoxsa yoxdur? Mən bunu danışmaq istəmirəm, bu müqəddimə olaraq. Və alimlər müxtəlif sözlər deyirlər, filosoflar. Və mən 2 dənəsinin fikrini deyim, inşallah sonra keçək əsl bəhsimizə. Molla Sədra, İslam filosofu və arif və İbn Ərəbi. Keçən verilişlərdə də biz bu ikisindən misal gətirmişdik. Çünki bunlar, belə deyək də, irfanda ən yüksək mərhələdə, pik nöqtədə dayanan İbn Ərəbidir və Molla Sədra da demək olar ki, irfanda elə onun davamını gətirib. Və təbii ki, öz baxış pəncərəsində açıb həm fəlsəfiyə, həm irfana. Mənhəc və üslub baxımından. Amma indi gəlirik, məsələn, İbn Ərəbi deyir ki, insanın həqiqəti Allahdır. Yəni, nəfs deyəndə ruhun. Yəni, insan ruhunun həqiqəti Allahdır. Və ayələrdə eşidiblər bizi izləyənlər də ki, və nəfəxtu fihi min ruhi. Biz ona öz ruhumuzdan, bizə məxsus olan ruhdan üfürdük. İnsanın həqiqəti orada. İnsan Allahdan gəlir. İnna lillah və inna ileyhi raciun. Allahdan gəlir. Ona görə də bu həmişə bu ruh öz həqiqətinə tərəf səy eləməkdədir, getməkdədir, can atmaqdadır. Ya əyyuhəl insan, innəkə kədixun ilə rabbik kədhən. Sən, ey insan, sən öz Rəbbinə tərəf can atmaqdasan, şiddətli can atmaqdasan. İstir bundan xəbər olsun, istir olmasın fitri olaraq. Hətta kamal tələb eləməkdə, hətta namaz qılmayanlar da, dini inkar eləyənlər də, onlar da kamal tələb eləyirlər, kamillik tələb eləyirlər, nöqsandan narahatdırlar. Onlar da əslində şuur altı və yaxud fitri olaraq Allahı tələb eləyirlər. Sadəcə olaraq onlar Allahı nümunəsi, mistaq deyirlər də ərəblər, nümunəsini yanlış, səhv salıblar. Elə bilirlər ki, məsələn, kamal var dövlətdədir, kamal fiziki qüdrətdədir, kamal
güclənməkdədir. Bunlar elə biliblər, səhv salıblar. Amma kamal olaraq mütləq onu tələb eləyirlər. Mütləq kamal da Allahın özüdür. Hətta başqa kamallar da öz kamallığını Allahdan, kamilliyini Allahdan götürür. Ona görə də xülasə olaraq insan kamala tərəf meyllənir. Kamala tərəf can atmaqdadır və bir gün ona çatmalıdır inşallah. Allah yol qoyub. Və ona görə də insan hətta öləndən sonra da əgər bu dünyada kamilliyə çatmayıbsa, o öz kamilliyini davam eləyir axirətdə. İbn Ərəbi bunu deyir. Molla Sədra da deyir ki, bəli, insan öləndən sonra, dünyasını dəyişəndən sonra da digər aləmlərdə də kamala tərəf getməkdədir. Niyə görə? Çünki burada deməli hərəkət var. Yəni cəvhərin hərəkəti var. Həmin yəni cəvhər yəni insanın əsli. Həmin insanın əsli Allah belə yaradıb ki, o daim hərəkətdədir. Daim hərəkətdədir. Və hətta fəlsəfədə də bunu deyirlər. Daim hərəkətdə təkcə insan yox, bütün varlıqların həqiqətləri, cəvhərləri, onlar daim hərəkətdədir. Öləndən sonra da həmin cəvhər olduğuna görə onun hərəkəti zatındadır deyə o öz hərəkətini davam edir və dünyasını dəyişəndən sonra da kamal var. İndi gəlirik öz dünyamıza. Bu dünyada da insan kamal tələbdir deyə, kamalın da yolu, kamal dediyi Allahdır. Allah mütləq pak varlıqdır və ona çatmaq üçün təbiidir də, düzdür? Ona çatmaq üçün digər bir varlıq, biz insanlar ona çatmaq üçün gərək paklanaq. Gərək paklanaq. Hətta ona çatmaq üçün paklananda artıq paklandığına görə və onu ilə rabitə yarandığına görə artıq insanın duaları da qəbul olunur, bəlalar. İndi biz danışacağıq, inşallah çatdırsaq onu o hissəsini deyəcəm. Nəticə olaraq insanın bugün insanlar bəlalar yaşayırlar da, çətinliklər yaşayırlar, sıxıntılar ya, dayıq, ağırlıq yaşayırlar və o ağırlıqdan çıxmaq mümkündür və çıxmalıdırlar insanlar bu dünyada hətta, amma onun şərtləri var. O şərtləri biz danışacağıq inşallah. Həm insanın duaları qəbul olunsun, həm insan şərtləri yerinə yetirsin və bu dua məsələsini insan bugün biz danışırıq. Bu verilişdə qulaq asmaqla, bilməklə. Əgər onlar üçün həll olunsa və məsələ onlar üçün aydın olsa, onlar bugün çox şey qazanacaqlar. Bu dua kitablarında və duanın fəlsəfəsi bəhsində qeyd olunub. Və biz həmin o insanlara çox şey, məsələn, əzəmətli, böyük bir xəzinə açılmalıdır insanlara bugün. Bu şərtləri riayət eləsələr, o şərtlər hansılardır, biz onu danışacağıq. Ona görə, məsələn, artıq biz gəlmişik insanlara belə deyək də, ümid verməyə. Allahın vasitəsilə, təbii ki. İnsanlar narahat olmasınlar. Yaşadıkları bəlaların mütləq səbəbi var. O səbəblərin hikmətindən biz danışmaq istəyirik. Biz araşdırmışıq, gəlmişik onların qonağı olmuşuq ki, onları qulaq assınlar və o hikmətləri bilsinlər. Onlara riayət eləməklə çıxsınlar bu problemlər. Asanlığa çıxsın. Bəlkə də onlara deməyiblər bunu. Məsələn, döz, bu bir şeydir. Səbr elə bir şeydir. Amma buradan çıxış yolu da var mütləq. Olmalıdır bəli. Var mütləq. Amma müəyyən səbəblər və müəyyən hikmətlər var ki, onlar hikmət bundan ibarət deyil. Biz gələk, mən bunu xoşlamıram. Məsələn, gələk elə hikmətin danışaq deyə bildin də hikmətin. İndi get başı sal aşağı, döz. Axı Allah belə yaratmayıb bu aləmi. Allah kətəbə alə nəfsihir rəhmə və yaxud özünə rəhmət yazıb. Rəhmət sifəti. Bu rəhməti ilə əhatə eləməlidir. Və yaxud da başqa bir ayədə buyur ki, rəhmətuhu vəsiət kullə şeyin. Hər şeyi əhatə edib, hər şey bizi də və bizim yaşadığımız o çətinlikləri də əhatəsindədir, rəhmətin əhatəsindədir. Ona görə indi maraqlıdır ki, Allah paxıl da deyil, aciz də deyil, ondan sonra zalim da deyil ki, bizi daim sıxıntıda saxlasın, hətta bu dünyada sıxıntıda saxlasın. Və Allah bunu istəmir, rəhmət. Biz də istəmirik. Yəni Allah istəmir, biz də istəmir. Bəs niyə sıxıntıda qalmışıq? O maniyə nədir? O hicab. Onu götürsək,
həll olur məsələ və mən indi araşdırdığım kitablarda da yekun nəticə budur ki, insan bu sıxıntıdan bir gün çıxmalıdır, amma o şərtləri yerinə yetirməklə. Hə. Ustad, yəni hər çətinliyin arxasında asanlıq olmasaydı, Allah bir surədə 2 dəfə ayəni təkrarlamazdı. Hətta təkidlə. Siz arxasıca deyirsiniz, bəziləri belə hər çətinlikdən sonra asanlıq gəlir, amma ayədə mə'l usri yusradır. Çətinliyin yanında asanlıq var. Aha, sonra deyil, onunla bahəmdir. Sonra gecdir. Çətinliyin yanında asanlıq var. Hə, hər çətinliyin yanında bir asanlıq yolu var. Sadəcə onu tapmaq lazımdır. Sadəcə onu tapmaq lazımdır. O ustadlar, alimlər belə deyirlər. Və mən istəyirəm ki, bu çıxış yolunu, bəlkə bizi qulaq asanı, mən özüm də realistəm. Yəni idealist deyiləm. Bu mövzularda realistəm ki, mənə real yol göstərir, mənə reallıqdan danışır. Olan bir şey ki, gəlsin, görün. Bizi izləyənlər də bunu istəyir. Təbii ki, hal-hazırki zaman fəlsəfədən, nə bilim, qayda qanunlardan, qəşəng-qəşəng sözlərdən düzürsüz, muncuq kimi verirsiniz bizə, amma bizə reallıqdan danışın. Mən onu istəyirəm. Mən özüm də həyatımda onu istəmişəm. Həmd olsun Allaha, tapmışam alimlərin kitablarından ya elmi. İndi istəyirəm bunu biz dostlarımız üçün də deyək ki, onlar da rahat olsunlar. Amma məsələ nədir? Məsələ burada artıq biz gəldik Allahla bəndə arasında rabitə gərək yaransın. Yəni bizim xilas yolumuz Allaha müraciətdir. O rabitənin indi mane olan şeylər var, o yaranma yolunu bilməyənlər var, özü bildiyi kimi eləməsin. Çünki hər şeyin öz yolu var. Belə yüngül tutmaq olmaz. Məsələn, oturdu, məsələn, çətinə düşdü. Elə mən Allahla belə danışıram. Danışırsan, amma bəzən görürsünüz, bəzən deyə bilərlər ki, qəbul da olunur axı. Niyə görə qəbul olunur? Allah çünki rəhməti əhatə edib. Amma eyni zamanda da Allah həkimdir. Bizdən cahillik istəmir. Yəni bizim cahil qalmağımızı istəmir. Bizi istəyir hərəkətə gətirsin. Biraz inkişaf eləyəsən, biraz o baxış bucağı genişləndirəsən ki, görsən nə var, nə yox. İndi Allahın dilini bilmək lazımdır ki, Allahla necə danışaq? Yəni belə deyək də, sadə dildə desək və Allahın tanımaq, Allahın xüsusiyyətini bilmək lazımdır. Daha biraz dəqiqdirsə Allahın zövqü. Görəsən, indi bəzən qulaq asarlar bizə, elmi olaraq deyərlər ki, zövq axı insanlara aiddir, mümkünül vücuda aiddir filan, bunları biz də bilirik. Amma biraz sadə danışmaq istəyirik. Və biz zövq dediyimiz, biz lazım olar, gələrik fəlsəfi terminində deyərik. Amma indi lazım deyil. O bizi problemli insana, dərdli insana onunla yormayaq. Gəl rahat danışaq. Düz deyirsiniz, zövqü. Məsələn, Allahın zövqü olmalıdır ki, Allah məsələn nəyə əsəbləşir? Nəyə razı olur? Nədən, nəyi qəbul eləyir? Nəyi bağışlayır? Ümumiyyətlə və yaxud da görəsən Allah Taala nələrin görür, üstündən keçə bilir. Amma nələri görür, mütləq onun intiqamını alacaq. Çünki bu Allahın zövqüdür da. İndi bunu tanıyandan sonra artıq biz Allahla danışa biləcəyik. Və bu gün indi çatdırsaq bu gün, çatdırmasa başqa vaxtı. Artıq bu verilişdən sonra, bu söhbətdə müzakirədən sonra, bu əslində müzakirədə oturmuşuq, Allahımız barəsində danışır, bizi yaradan zövqü var, tanımağa çalışırıq. Bundan sonra görəcəklər insanlar öz namazlarında necə dəyişiklik baş verdi və çəkilib sakit qırağa öz Rəbləri ilə danışa biləcəklər. Danışmaq məsələsi var. İndi bilmirəm, vaxtımız var. İcazə versiniz, çünki fasilə az qalıb, fasilə ayrılıq, ondan sonra geniş danışaq. Hörmətli izləyicilər, qısa bir fasilədən sonra verilişimiz davam edəcək. Bizi izləmədə qalın ki, görək ikinci hissədə bizim Allahımızın, Rəbbimizin zövqü necədir, Allahla necə danışmalıyıq. Bəli, dəyərli tamaşaçılar, qısa bir fasilədən sonra yenidən sizinləyik. Adi TV Öz televiziya kanalında yayımlanan Hidayət Çeşməsi verilişini canlı olaraq izləyirsiniz. Mövzumuz mənəvi paçlığın mərtəbələrindəndir.
Studiyamızın qonağı da cənab doktor Ustad Ramiz Muhamməddir. Ustad, qaldığımız yerdən davam eləyək və biz Allahın, belə deyək, zövqündən danışacağıq. Allah nəyə əsəbləşir, nəyin üstündən keçir? Buyur. Deməli, Allahın zövqünü bilmək üçün özündən gərək soruşaq bunu. O deyir ki, istəyirsənsə Allah səndən danışsın, get Quran oxu. İndi məsələ budur ki, biz Quran-ı Kərimdən Allahın görək duaları necə qəbul eləyir, hansı şərtlərlə. Burada artıq biz biləcəyik ki, Allahın zövqü nədir? Necə qəbul eləyir? Hansı şərti qoyub? O şərtə riayət eləsək, inşallah ki, qəbul olunacaq dualarımız. Diqqət eləsinlər və paklıq da öz yerində ki, əvvəldən bu şərti biz demişik ki, Allah pakdır və ona pak yanaşmaq lazımdır. Zahiri və batini təmizlənmək lazımdır. Amma dua məsələsində Bismillahirrahmanirrahim bəziləri fikir versəz, bəzi təlimlərdə müxtəlif məkanlar seçirlər ki, ancaq orada danışmaq olar Allahla. Məsələn, fikir versəz Çin, məsələn, ruhanilərində, ruhanidirlər də onlar da yoga ilə məşğuldur filan. Bunlar məsələn çoxu dağların başında tikirlər öz məkanlarını və yuxarıda danışırlar. Bilmirəm indi o fikirlə ki, daha yaxındılar yoxsa. Amma məsələn bəziləri bunu fikirləşir və suallar da verilir. Məsələn, harda biz danışaq Allahla ki, tez qəbul olunsun. Amma Allahın özündən soruşanda ki, sənlə harda danışaq? Necə danışaq? Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim, Bəqərə surəsi 186. Və izə səələkə ibadi anni. Əgər mənim bəndələrim məni səndən soruşsalar, onlara denən ki, fə inni qaribun. Mən onlara yaxınam. Çox yaxındır. Bunu artıq bu məsələ bilirsiniz nədir? Qəlb dərk eləsin ki, Allah onun yanındadır. Qəlb bunu dərk eləsin. Çünki duaların şərtlərindən biri budur ki, Allahı hazır bilmək. Əgər sən Allahı hazır bilmirsənsə, uzaq bilirsənsə, o qəlb Allaha yönələ bilməyəcək. Birinci budur ki, Allah bizi başa salır, öyrədir ki, birinci mən yaxınam. Yəni Allah uzaqda axtarma. Yanımızdadır. İndi fikrə gələ bilər ki, yaxşı yanımızdadırsa niyə qəbul eləmir dualarımı? Çünki növbəti şərtləri var. Buyurur ki, inni qaribun ucibu da'vatad da'i. Deməli Allah Taala buyurur ki, mən onlara yaxınam və çağıranların çağırışına cavab verirəm. Da'vatad da'i izə da'ani. Burada artıq biz şərtlərə baxırıq. Buyurur ki, mən yaxınam, çağıranların çağırışına da cavab verəcəm. Əgər məni çağırsalar, birinci şərt, əgər məni çağırsalar, fəlyəstəcibu li fəlyu'minu bi ləalləhum yarşudun. Deməli, mənim çağırışlarım, birinci məni çağırsınlar, bir, ikinci isə çağırışlarıma cavab versinlər, mənə iman gətirsinlər. Bəhs buradadır. Bəs buradadır. Deməli, Allah Taala duaları qəbul edəcəyinə söz verib. Amma şərtlə. Birincidir, mən yaxınam və hətta bu ayə nazil olanda, nazil olmamışdan qabaq, yəni nazil olma səbəbi, bir nəfər gəlir Peyğəmbərimizdən soruşur ki, Allahı mən necə çağırım? Bərkdən, möhkəm səslə, yoxsa yavaş-yavaş? Yəni yanımdadır. Elə pıçıltı ilə çağırım, danışım Allahla, yoxsa biraz uzaqdadır, nida eləyim Allaha, çığırtı ilə danışım ki, eşitsin məni. Bu istəyir də Allahla danışmaq, Allah da bunu istəyir ki, bundan qəbul eləsin, duasını qəbul etsin. Peyğəmbərimizdən bunu soruşanda həmin bu ayə gəlib ki, məni soruşurlar hardayam, denən ki, yaxınam. Mən elə çağırsa cavab verəcəm ona. Amma iki dənə şərtim var. Birinci şərt budur ki, məni çağırsın. İkinci şərt budur ki, mənim yəni madam ki, o məni çağırır, mən onun çağırışına cavab verəcəm. Şərti budur ki, mən də
ondan çağırış, mən də onu çağırış eləyəndə o da mənim çağırışıma cavab versin. Mən ondan istədiklər Qarşılıqlı. bəli, şərtdir. Şərtdir. İndi bir nəfər gəlir, hətta namaz qılsa belə, görürsüz ki, Allahın çağırışlarına tam cavab vermir. Allahın şəriətinin qabağında bir şəriət düşünür. Biveclik eləyir. İbadətlərinə nöqsanlı yanaşır. Səhlənkar yanaşır. Bu o deməkdir ki, Allahın çağırışına cavab verməyib. Sonra da istəyir ki, duası qəbul olsun. Bəli, təbii ki. Və yaxud başqa yerdə nə qədər çağırışları var Allahın. Əmrləri var və qadağaları var, çağırışlarıdır. Onlara əhəmiyyət vermir. Ustad, belə baxanda çətin də bir necə deyirlər, çağırış deyil ha. Faydalı, özümüzə faydalıdır. Təbii. Yəni Allah bizi çağırdı, biz getdik və yaxud da getmədik. Allahda heç bir dəyişiklik olmayacaq. Nə məsələn onun o hikmətində, kəramətində, lütfündə azalma və yaxud da artım olmayacaq. Sadəcə insanın kamala çatmasında, yaxşı məqam əldə etməsində, ən əsası dualarının tez qəbul olmasında biraz da necə deyirlər, sürətlənmə baş verəcək. Ümumiyyətlə dua qəbul olunmalıdır. Mən bunu deyim, bizi izləyənlər rahat olsunlar. Dua qəbul olunmalıdır. Ümumiyyətlə qəbul olunmayan dua yoxdur. Əgər dua həqiqətən dua adı vermək mümkündürsə, yəni mən nə demək istəyirəm? Bəziləri çağırır. Amma dua adı, bu dua Allahın dua dediyi dua olmur. Bu adi öz nəfsindən çağırışdır. Gərək o dua təhəqqüq tapsın da, o dua adlandırılması mümkün olsun ki, o qəbul olsun. Ona görə Allah Teala bu ki, o məni çağırmalıdır. Amma deməli çağırmaq deyəndə yalnız Allahı çağırmaq lazımdır. Yalnız Allahı çağırmaq lazımdır. Əgər bir çağırış o zaman çağırış, bu sirdir bu. Qaydadır bu. Allah özü deyir ki, məni çağır. Mən də deyirəm, çağırmaq necə olur? Və rəvayətlərə baxıram, kitablara baxıram, görürəm ki, çağırış o zaman Allah deyən çağırış olur ki, onda yalnız Allahı çağırırsan. Allah Teala özü Musa əleyhissalamla danışanda getmişdi Allahla danışmağa. İndi fikir verin, Musa əleyhissalamın səhrada gedir Allahla danışmağa və amma onun qəlbində ailəsi olur. Allahdan başqası var. Düşünür. Yəni Musa əleyhissalamın xanımı, onda biz baxsaq kitablarda, xanımı uşaq dünyaya gətirməli idi. Yəni hamilə idi. Və o xanımı ilə gecə səhra qaranlıqda gedir. Nəsimi də bunu qəşəng deyib. Deyir ki, hər kim ki muştaq olmadı şol dilbərin didarına, yəni muştaq olmaq lazımdır, ancaq onu istəmək lazımdır, onun didarına, yəni onun görüşünə yetişmədi Musa kimi anəstü narın narına. Quran-ı Kərimdə Musa Peyğəmbər ailəsi ilə gedir qaranlıqda, səhrada, ailəsi də hamilədir, uşaq dünyaya gətirəcəkdir və o çətinlikdə idi. Və səhra qaranlıqdır, bunu istəyirəm təsəvvür eləyək və uzaqdan bir od görür, anəstü narən deyir, uzaqdan bir od görür, həmin ailəsinə deyir ki, sən burada dayan, mən gedim o oddan ya gətirim, yolumuza davam eləyək ki, biraz götürüm gəlim, ya da ki, bir soruşum orada, məsələn, yolu soruşum. Məlum olur ki, itirirlər yolu. O, çünki muştaq idi, Allaha çatmaq istəyirdi, o gedir, istəyir, şövqü var deyə o Allaha çatır orada. İşarə verir Allah bir odla, əslində od deyil idi, o ağacla gedir orada, ağacın arxasından səs gəlir. İndi məsələ budur ki, Musa Peyğəmbər ora gedəndə Allah Teala ayədə xəbər verir ona ki, Bismillahirrahmanirrahim, Fəxlə nə'ləyk, innəkə bilvadil müqəddəsi tuva. Nə'ləynlərvi çıxart. Başmaqlarını çıxart. Burada bir irfani işarə var. Ariflər deyirlər ki, burada nə'leyn, iki dənədir də, iki başmaq, bir cüt başmaq. Bir cüt başmağın biri xanımına bağlılığını göstərir. Digər isə övladına.
Ana bətində olan uşaq. Hə, çünki orada xanımı var idi və övladı var idi. Aha. Bunlardan narahat idi Musa. Düzdür, gəlmişdi. Fikri orada idi. Allah Taala da bu ki, sən gəlmisən mənlə danışmağa, sən gərək bunları qəlbindən çıxardasan, zehnindən çıxardasan, ancaq mənə fikir ayırasan, fikrimi mənə verəsən, cəmləyəsən. Ona görə orada görürsən, çağırmaq məsələsində biz dedik ki, Allah Taala bu ki, mən cavab verirəm, amma çağırsalar mən cavab verərəm. Çağırmağın mənası budur ki, çağırmaq o zaman Allah deyən çağırmaq hesab olunur ki, orada hər şey undasan. Bu qəribə gələr insanlara, amma Allahla danışanda söhbət gedir. Nəinki qəlbindən çıxar da onları saymamazlıq. Yox, onları da elə Allah tapşırıb insana, öz ailəsini, öz övladlarını. Amma Allahla danışanda başqasını şərik qoşmamaq lazımdır. Seyyid Qazi haqqında deyirlər, Allah rəhmət eləsin, ariflərdəndir. İzləyicilərimiz də bilir bəlkə də. Tanıyırlar, adını eşidiblər. Əllamə Təbatabayın ustadı. Bəli. Seyyid Qazi qəbirdə üzr istəyirəm, Vadüssalam qəbirstanlığında, Nəcəfdə. Nəcəfdə. Orada deyir, uşaqları da çox idi, vəziyyət də, maddi vəziyyət də çətin idi. Amma elə ki, namaza dururdu, mən oxumuşam bunu, Seyyid Qazinin həyatından. Namaza dururdu, bir dənə Allahu Əkbər, özü namaz, əlləri təkbir bəli. Allahu Əkbər, yəni bütün hər şeyi buraxdım arxada. İndi hal-hazırda mənim ruhum, mənim qəlbim Allahımla məşğuldur. Başqasını salmır. Namazdan sonra yenə ailəsini fikirləşəcək, yenə gedəcək, onlar üçün ruzu axtaracaq. Amma hal-hazırda qəlb öz həqiqətinə yönəlib, öz Rəbbinə yönəlib. Orada başqasını fikirləşməməlidir. Onda çağırmaq baş verir. İndi bizi izləyənlər baxsın, görsün ki, bunu eləyə biliblər ki, dualarının qəbul olmasını da tələb eləsinlər. Mən narahat olurlar ki, dua edirəm, qəbul olmur. Bax, buna görə. Bu birinci şərtdir. İkinci şərti isə və alimlər deyirlər ki, əgər beynəma fikruka məşğulun bi əvladik, Musa əleyhissalam, sən bizim fikrin, övladın və deməli müşküllərinlə, problemlərinlə məşğuldur deyə fə innəkə la təd'ullah. Sən Allahı çağırmırsan. Dildə deyirsən, bu qəlbin deyil, bu dilindir. Çünki qəlb iki şeyə bir anda məşğul ola bilməz qəlb. Bəli. Qəlb bir şeylə məşğul olmalıdır. Allahlansa Allahla. Allahla bunu eləmək olar, bunu eləmək olar. İndi mən deyəcəm, bəzi sirlər var ki, orada Allah özü öyrədir, amma Allahın öyrətməsi biraz, belə deyək, bizim üçün biraz çətindir. Biraz çətinliklə biz bunu öyrənə bilirik. Allah baxır ki, biz bu xoşluqla öyrənmədik, amma Allah istəyir axı, mərhəmətlidir, istəyir bəndəsi onu həqiqətən çağırsın ki, o cavab versin. Bütün dualar qəbul olunmalıdır. Bütün dualar. Mən Allahı kitablarda deyirəm də, Allahın haqqında yazılan xüsusiyyətlər, Allahı kitablardan və peyğəmbərlərin və imamların tanıtdırdığı Allah o duanı qəbul eləməlidir. Özü necə ki, Quranda buyurur ki, onu əstəcib ləkum. Yəni konkret bir, necə deyərlər, konkretdir bu söz. Bəli. O yan bir yan yoxdur. Mütləq qəbul eləyəcəm. Amma siz çağırmırsınız axı. Siz çağırmağın yolunu bilmirsiniz axı. İndi onu peyğəmbərlərə öyrətdi, peyğəmbərlərdən imamlara, imamlardan alimlərə, alimlərdən gəldi bizə çatdı. İndi biz də bunu dostlarımıza danışırıq, öyrədirik ki, eləsinlər, onlar da xoşbəxt olsunlar. İnsan xoşbəxt olur. Bəli. Amma demirəm bir gündə problemlər. Bəzi problemlər var, o təlimdir. Onu da danışacağıq inşallah. İzah eləyəcəyik onu. Və deməli ikinci şərti isə siz vaxtı nə qədər qalıbsa deyin ki, biz növbəti məsələyə keçməyək ki, yarımçıq qalmasın. Üstad, təqribən 17 dəqiqə vaxtımız var. Tamaşaçılardan da mövzuya uyğun bir-iki sual var. Əgər icazə versiniz, sualları səsləndirək, vaxt qalsa danışarıq. Olmasa inşallah növbəti məsələyə ilk olaraq onda bir səsli mesajımızı biz dinləyək. Əssalamu aleyküm, hörmətli Hüseyin qardaşı, salamlayırıq. Hörmətli ustadımızı salamlayırıq. Belə bir sualımız var idi ustada. Bu sualı bir neçə dəfələrdən başqa bir ruhanilərdən soruşmuşuq. Buyururlar ki, biz insanlar yaradılışda, məqsəd ustada sualımızdır, inşallah bizi cavablandırar. Buyururlar ki, insanların yaradılmasında məqsəd Allaha vacib idi ki, insanları yaratsın. Soruşuram ki, niyə? Deyirlər ki, çünki Allahın adının biri buyururlar ki, Xaliqdir. Əgər düz deməsəm, bizi başa salar sizə bu haqda. Yəni,
Yaradan da Allahın adlarından biri. O sıfatına görə Allahın, o adına görə Allah Teala bizi yaradıb məxluqatda. Çünki yaradılışını göstərib belə. Bu haqda bizə açıqlama verəsə zəhmət olmasa. İnsanların da yaradılışda məqsəd bir də bu ola bilərmi? Allahın adlarından biri yaradandır deyə. Allah köməyiniz olsun, Allah var eləsin sizi. Bəli, təşəkkür ediyoruz. Sualın xülasəsi bu oldu ki, Allahın adlarından biri Xaliqdir. Allah da buna görə vacib olur ki, insan yaratsın, belə deyək. İndi bunu dəyərli izləyici sual verib ustadlara. Ustadlar cavab veriblər. Yəni səhv cavab deyil. Səhv cavab deyil, düz cavabdır, amma bir cəhətini deyiblər. Digər cəhət budur ki, biz daha dərinə baxsaq, bu da düz cavabdır. Amma daha dərinə baxsaq, Allah Teala kamil mütləqdir, mütləq kamal sahibidir. Və ona görə də kamalın özü zahir olmaq tələb eləyir. Kamal, zahir, üzə çıxmaq tələb eləyir. İstəyir bu Allahda olsun, istəyir insanlarda olsun. İnsanın özündə də bir fikir versəz insanlara, indi mən deyirəm, hərə özünə baxsın. Bir dənə bir müsbət bir şey, bir kamal bir özündə bir hiss eləyən, kamillik hiss eləyən kimi ya qüdrətində, ya elə var dövlətində, ya elmində, ya nəsə təzə bir şey öyrənir. İstəyir ki, tez onu insanlara çatdırsın. Elə bir çatdırmırsa, o sıxır onu. Çünki kamillik özü zatında var ki, zahir olsun, kamal üzə çıxsın. Və Allah Teala da mütləq kamillik, mütləq kamal olduğuna görə, kamil varlıq olduğuna görə onun da üzə çıxmağı lazımdır. Lazımdır və onun üzə çıxma, yəni tanınması lazımdır. Tanınması üçün də gərək yaratsın, varlıqları yaratsın və özü də bu barədə Allah özü xəbər verib ki, buyurur ki, kuntu kənzən məxfiyyən, ona ariflər çox istifadə edir bu hədisi. Mən gizli bir xəzinə idim, gizli idim amma. Əhbəbtu ən a'rəf, istədim ki, tanınam. İstədim ki, tanınam. Xələqtul xəlq və xəlqi yaratdım. Yaranmışları yaratdım. İstədim ki, tanınam var. Bu hissəsini çox izah eləmirlər. Yəni, nəyə görə istəməlidir tanınma? Çünki kamillik onu tələb edir ki, o istəsin, tanınsın. Ona görə də o varlıqları yaratmalıdır. Və o cavab da deyiblər ki, Xaliqdir. Bəli, Allah Teala'nın sifətləri və isimləri var. Həmin isimlər də kamildirlər və kamil nöqsan yoxdur onlarda. Və o isimlər də kamil olduğuna görə onlar da zahir olmağı tələb edir. Alim sifəti də zahir olmalıdır. Xaliq sifəti də zahir olmalıdır. Hətta cəzalandıran sifəti də, intiqam alan sifəti də zahir olmalı və başqa sifətlər ki, mövzumuz deyil, mən danışmıram. Ona görə bunlar hamısı zahir olmalıdır. Ona Allah Teala gərək yaradardı. Onun kamilliyi tələb edir. O gərəklik var, gərək yaradaydı. O bizim tamaşaçımızdır ki, deyirlər, vacib idi ki, ona yaratsın. Vacibli o gərəklikdədir. Vacibli şər'i vacibdir, kimsə ona vacib eləyib. Onun kamilliyi tələb eləyib ki, o yaratsın. Cavab da gördünüz ki, o ustadların verdiyi cavab da doğrudur, amma biraz da biz əlavə elədik. Təşəkkür edirəm ustad. Növbəti sual belədir ki, ədalət və zülm qarşısında insanın vəzifəsi nədir? Təbii ki, əgər doğru müəyyən eləyibsə, ədalət qarşısında vəzifə deyəndə ədalətə tabe olasan, qəbul eləyəsən. Buna qəbul eləməmək, bunu inkar eləmək özü zülmdür. Söhbət indi nəyin və kimin ədalətindən gedir, onu sual verən özü bilir. Əgər ilahi ədalətindən söhbət keçsə bizim mövzumuz, tabe olmaqdır və ümumiyyətlə ədaləti inkar eləmək olmaz. Zülmdür. Bir nəfər məsələn ədalətindən gəldi, bir qərar verdi və o qərar sənə məsələn sərf eləmədi. Sən onun müqabilində gərək qəbul eləyəsən, etiraz eləməyəsən. Ədalət çox çətin bir sifətdir. Ədalət musavat deyil. Ədalətdən inciyənlər çoxdur. Elə Əhl-i Beyt elə ədalətin qurbanlarıdır. Çünki ədalətli olduqlarına görə dövrün
mənfəətpərəstləri onları qəbul eləmədi, sərf eləmədi onlara. Ədalət hamıya, hətta bizim öz aramızda da hamıya sərf eləmədi. Məsələn, mən indi oturmuşam burada. Ədalət məsələn tələb eləsə ki, məsələn deyirəm, burada məndən daha alim bir insan gərək gəlsin, otursun, o danışsın. Bu vəzifəni o öhdəsinə götürsün danışma. Mənə məsələn siz desəz ki, məsələn siz zəhmət olmasa durun, filan ustad gəlsin, otursun. Mən nə qədər qəbul eləyərəm onu? Məsələn, mənə necə təsir eləyər? Amma ədalət budur ki, mən onu başa düşmürsəmsə, mən elə ədalətdir ki, mən durum. Hər şey ədalət nədir? Hər şey öz yerinə qoymaq. Əgər daha üstün ustad varsa, bu mövzuda o danışmağı ədalətlidir. Bu tabe olmaq yəni. Zülmdəki müəyyən olduqca zülmdür. Artıq orada şərtləri qorumaqla ki, bəziləri var, məsələn, zülmə etiraz, zülmə təbii ki, etiraz eləməlidir. Amma zülmə etirazın şərtləri gərək doğrulsun. İndi şərtlər danışılıb. Əgər o şərtlər doğrulacaqsa, təbii ki, zülmə susmaq və etiraz eləməmək olmaz. Əgər etiraz eləmək də hansı formada, hansı şərtlər daxilində ağıllı etiraz lazımdır. Ağıllı etiraz belə. Üstad, 10 dəqiqə vaxtımız var. 9 dəqiqə, 10 dəqiqə. Növbəti şərtləri əgər... İki şərtdən birini dedik, çağırmaq məsələsi ki, yalnız Allaha yönəlmək lazımdır. Yalnız Allaha yönəlmək lazımdır. Qəlbdə Allahdan dua edən zaman, qəlbdə Allahdan başqasını düşünməmək. Qəlbdə Allahdan başqasını düşünməmək. İkinci şərt isə Allah Teala buyurur ki, فَلْيَسْتَجِيبُ لِي وَلِيُؤْمِنُوا بِهِ Mənim çağırışlarıma cavab versinlər və mənə iman gətirsinlər. Dalınca buyurur ki, لَأَلَّهُمْ يَرْشُدُونَ Belə eləsələr, onlar düz yolu tapmış olarlar. Yəni duanın yolunu, mənə gələn yolu tapmış olarlar. Və mənə cavab vermək də ki, yəni Allah Teala vaciblər və haramlar tanıtdırıb insanlara, peyğəmbər və imamlar vasitəsilə onlara əməl eləmək, ibadət eləmək, falan bunları eləmək və başqa məsələlər də var. İndi bu gün vaxtımız çatmadı ona. Məsələn, bizim növbəti bəhsimiz fəlsəfətü duadır. Duanın fəlsəfəsi, onun açıqlaması, orada o sirlərin çoxlusu orada olacaq. Amma indi hal-hazırda bunu ilə biz kifayətlənirik. Yəni bunun üzərində biraz danışaq, bundan yeni mövzu açmayaq yəni. Deməli, Allaha cavab vermək, Allahın çağırışını qəbul eləmək, onun çağırışlarını bizə çatdıran təbii ki, Peyğəmbərimizdir. Və mən əsas məsələyə istəyirəm diqqət edeyim. Onun çağırışlarından biri Həzrət Əli əleyhissalamın imamətini qəbul eləməkdir. Mühümdür, çox mühümdür. Peyğəmbərimizin peyğəmbərliyini qəbul eləməkdir. Və Əhl-i Beytə hörmət eləməkdir. Çünki Peyğəmbərimiz Quranda Allah Taala buyurur ki, get insanlara denən ki, mənim bu peyğəmbərliyin müqabilində sizdən heç bir ücret istəmirəm. Əhl-i Beytimə məhəbbət, ancaq Əhl-i Beytimə məvəddət istəyirəm. Hətta məhəbbət də deyil. Məhəbbət də yox. Yəni məvəddətlə məhəbbətin fərqi budur ki, məhəbbət qəlbdədir təkcə. Mən filan kəsə məhəbbətim var. Amma məvəddət isə bu məhəbbətlə yanaşı əməl də var. Ona tabe olmaq, ona ehtiram eləmək, məsələn, onların mövludlarında, məsələn, qeyd eləmək, sevinmək, onların şad günündə, bunlar hamısı şad gündə sevinmək, kədərli gündə kədərlənmək. Məsələn, biz baxırıq, biz nəyə görə biz imamları elə güdürük görə haçan mövludları var, haçan şəhadətləri var ki, onları qeyd eləməklə biz bunu məvəddətimizi, Peyğəmbərimizin göstərişini, Allahın yəni göstərişini deyir, eləyir ki, budur. Duanın qəbul olması üçün ki, mənim çağırışlarıma cavab verin. Çağırışından biri budur ki, Peyğəmbəri sevəcəksən, ondan önə keçməyəcəksən, ondan önə keçməyəcəksən. Vələ tuqaddimu beyne yədəyillah və rəsul. Keçməyəcəksən. Yəni, Peyğəmbərimiz nəyi deməyibsə, sən özündən deyib, onun həddinin qabağında hədd qoya bilməzsən. Mücadilə surəsini gedib oxusunlar. Orada Allah Rəsulunun qabağına hədd qoyanlardan danışılır.
qoya bilməzsən. Ona görə gərək tabe olasan mütləq olaraq. Hətta çağırmaq belə. Görün nə qədər ehtirama baxın. Peyğəmbərimizi çağıranda belə qışqırıb adı ilə çağırmaq olmaz. Və səsinizi onun səsindən yuxarı qaldırmaq olmaz. Bunlar hamısı zahiri də olsa, amma ədəb, ərkandılar. Ona görə və Peyğəmbərimiz də buyurur ki, mənim əhl-i beytimə məvəddət, yəni əməldə, feildə. Məsələn, bu gün gəlib biri deyir ki, mən də sevirəm İmam Əlini. Axı Peyğəmbərimiz ayəni başa düşmüsənsə, deməlidir məhəbbət. Desəydi, sən deyən haqlıdır, bizim səninlə nə davamız var, səninlə nə şəxsi qərəzim. Quran ayəsini gətirəcəydin, deyəcəydin ki, burada deyib ki, məhəbbət, mənim də məhəbbətim var. Axı Quran ayəsini açanda yürü məvəddət istəyir. Məvəddətin mənası feil var orada, əməl var orada. Əməl göstərmək lazımdır. Əməllə məhəbbəti biruzə vermək lazımdır. Ona görə məsələn çağırışlarına çağırır. Bunu eləsələr İmam Əlinin vilayətini qəbul eləmək, xanım Zəhranı sevmək, əhl-i beytə ehtiram eləmək, xoş günlərində sevinmək, qəmli günlərində qəmlənmək, məclis olursa o məclisə getmək, məvəddəti göstərmək üçün. Yəni ya Allah sənin çağırışına görə gəlmişəm. Bura çağıran sənsən. Məhərrəmlik gəlir, bura çağıran sənsən. İstəyirsənsə duan qəbul olsun. Lap ticarət qur, eyb yoxdur. O deyə bəzi ibadətlər tacirlərin ibadətdir. Bunu da İmam Əli Əleyhissalam pisləməyib. Deyib ki, tacirlərin ibadətidir. Tacirlər kimi nəsə eləyirəm, bir şey ver. Mənfəət. Eyb yoxdur. Elə mənfəəti Allahdan istəyəcəksən. Eyb yoxdur. Buna görə getməsən. Özvə görə. Bu iki şərti. Deməli, bunu oxudum hardan? Gedib bir də baxarlar tərcüməsinə. Deməli, Bəqərə surəsi 186-cı ayədir. Bunu getsinlər, oxusunlar diqqətlə, düşünə-düşünə. O şərtlərə fikir versinlər, məni çağırmaq dedi. Ondan sonra mənim çağırışlarıma da, onlar məni çağırır. Mənim də çağırışım var onlardan. Ünsiyyətdir də bu. Mənim çağırışlarıma da əməl eləsinlər. Mən də onların dualarını qəbul eləyəcəm. Belə həmin ayədə deyir. Ona görə narahat olmasınlar. Və bəzi məsələlər də var. İnşallah duanın fəlsəfəsindən danışanda orada toxunacağıq ki, bəzən bir də bunu deyim, qalsın, zehində qalsın, növbəti dəfə qismət olsa danışarıq ki, qorxmasınlar bəlalardan. Narahat olmasınlar bəlalardan. O, bugün ola bilsin ki, bizi indi izləyən dostlardan sıxıntı içindədir. Bəlkə neçə illərdir ki, ona deməyiblər bu yolları, tapa bilməyib, başa düşməyib onu ki, götürsün bunu, aradan qaldırsın. Amma narahat olmasın. Mən onlara deyəcəm, gələn dəfə inşallah qismət olsa deyəcəm ki, bunun hikməti nədir və burada neynəmək lazımdır ki, o bəla götürsün və axırını oxuyum istəsəz bir dəqiqəliyin o ümid hissəsini, sonra bu ümidə gələn yolu danışarıq. İstəyirəm ki, baxırlarsa bu gün bizə, bir ürəklərində bir rahatlıq, o sərini tapsınlar, bilsinlər, gözləsələr gələn dəfəni, bunu, mən nəticəni deyirəm ki, bunu tapacaqlar. Və buyurur ki, və fil vaqi, həqiqətdə, minnəl məşakil təntəhi. Bu müşküllər bitəcək. Nə vaxt? Təntəhi beynəməl iman əlləzi yəzrə'əhud tədarru' İlallah fi qalbil insan yəbqa və yəstəmir. Bu nəticədir. Deyir ki, iman Allaha sığınmaq, danışacağım Allaha sığınmaq, ağlamaq, oturub sızıldamaq. O iman, o Allahın qarşısında oturub o səccadənin üstündə tək, qərib, oturub, o gecə vaxtı, ya gündüz fərqi yoxdur, tək bir yer seçsin. O imanı onun, həmin o halı onda yaratsa, bütün problemləri bitəcək. Çıxış yolunu dedim. Bu ümid, özüm də bura qeyd etmişəm, bu ümiddir. Biz, bu var ha, olsa olacaq. O iman bunu yaratsa, müşküllər mütləq, burada fəfil vaqi innəl məşakil təntəhi. Müşküllər bitəcək. Mən ümid deyirəm onlara. Din ruhani budur da. Ruhani olan ruhuna gərək ümid ver. Və o yaralarını sağalda bilsin. Yalançı təskinlik yox.
Örtbasdır eləməsin. Hə, yox, o psixoloqların işidir. Amma məsələn biz ruha deyirik ki, bitəcək bunlar hamısı. Amma bir dənə şərtlə ki, o şərtlərimizi yerinə yetirsinlər, gələn dəfə gözləsinlər. Bu nəticəni mən dedim, bura gələn yolu da danışacağıq. Bu iki verilişlə bitdi hər şey. İnşallah. Amma şərtlə ki, söz versinlər ki, yerinə yetirəcəklər öz-özlərinə. Bunları yerinə yetirsinlər, inşallah bitəcək, narahat olmasınlar. Allah da istəmir bəndə əziyyət çəksin. Bəndə də istəmir. O da istəmir, biz də istəmirik. Bəs bu əziyyətin hardandır? O problemlərdəndir. Onlar həll olundan sonra o da istəməyəcək, biz də istəməyəcək, həll olacaq inşallah. İnşallah. Təşəkkür edirəm Ustad, Allah razı olsun. Allah ömür versin ki, bu verilişi, həmin o buyurduğunuz verilişi tamamlaya bilər və dəyərli tamaşaçıların da ixtiyarında qoyaq. İnşallah növbəti verilişdə yenə də xidmətinizdə olaq. Hörmətli izləyicilər, bu gün də Hidayət Çeşməsi verilişini izlədiniz və Allahdan istəyirik ki, bugünkü verilişdə dəyərli qonağımız bizə çatdıran məsələləri layiqincə yerinə yetirək. Yəni Allahın çağırışına cavab verək ki, Allah da bizim çağırışımıza, bizim duamıza cavab versin. Təbii ki, cavab verir, amma layiqincə çağıraq ki, Allah da o duanı qəbul etsin. Növbəti verilişdə görüşmək ümidi ilə sağ olun, gecəniz xeyir olsun.